Mənzillərimizdə rahat yaşayışımızı təmin etmək, təhlükəsiz günlərin sayını artırmaq öz əllərimizdədir. Qaz sayğaclarına detektorlar quraşdırılması yolu ilə təfərrüatı Anar Qafarovdan eşitdik. Yaşayış binalarının qazlaşdırılmasında təhlükəsizliyin təmin olunması məqsədi ilə qaz təchizatı layihələndirmə normalarında bir sıra əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən bütün yaşayış binalarına və mənzillərinə qaz təchizatını avtomatik dayandıran qurğular quraşdırılması tövsiyə olunur. Qaz sayğaclarına quraşdırılan əlavə detektorların köməkliyi ilə xüsusilə qış günlərində baş verən qaz sızmasından partlayış və yanğınların qarşısı alınacaq. Belə ki, mənzildə hər hansı bir yanğın baş verərsə və qaz sobası nəzarətsiz qalarsa, siqnal ötürücülər vasitəsilə həmin mənzilə qazın verilişi avtomatik dayandırılacaq. Qaz kəmərlərinin üzərində xüsusi detektor adlanan cihaz, həmin bu cihaz quraşdırılır, naqil vasitəsilə mətbəxə qədər uzanır həmin o naqil. Mətbəxdə alovun nəzarətsiz sönməsi zamanı həmin bu detektor işə düşür. Detektor işə düşdükdə sayğacın klapanını bağlayır və mənzilə daxil olan qaz təchizatını dayandırır, avtomatik olaraq dayandırılır. Qeyd edək ki, qaz sayğaclarına quraşdırılan yeni detektorlar əsasən yeni istifadəyə verilən fərdi və bina evlərinə quraşdırılır. Gələcəkdə bu aparatların köhnə binalarda da quraşdırılacağı gözlənilir. Bütün bu işlərin texniki xidməti və təmiri müqavilə əsasında həmin işlərin görülməsinə lisenziyası olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilir.